Hər elin, obanın gözəlliyi var. Cənnət bir diyardır ana qabalım. İlin 4 fəslində lalələr yanar. Bülbül tək oxuyar, sona qabalım. Üst yanı gəncəli, uzun talalar. Sağdan qucaqlayır gül qaracalar. Gözəllərə görüş yeri bağatlar. Qızların əlində xına qabalım. Xalqına bəllidir əhd ilə vəfan, səni sevənlərdən azalmaz şəfan. Dərdlərə məlhəmdir su ilə havan, hərarətin hopar, qana, qabalım. Bu misralar cümlə qaballıların vətənlərinə, dədə-baba amanatı yurd yerlərinə bağlılığı, torpaqları qarşısında evlad məhəbbəti, evlad istəyindən gələn etirafları, el-oba sevgisidir. Şair Qurbanın qələmindən biz yetirdik sizlərə, əziz yurdsevərlərimiz. Uzaq zamanlara söykənən tarixini qədimdən qədim söylədilər qabalın. Yazda, yayda gəlin dedilər. Uca dağların döşünə qalxıb, yarısı torpaq altda, yarısı yer üstə heykəlləşən dev məzar daşlarına tamaşa edin. Pir yeri, ziyarətgah yeri olmuş kurqan qəbirlərə, daşlaşmış insan fiqurlarına tamaşa eləyin. Qaldı ilk bahara əzizlərimiz. Qaballıların söylədiyinə görə, yayı yol riz olur qəlbi dağlara, indilik çətindir o yerlərə qalxmaq. Hələliksə Qabal çayı axar baxarında, dünyanın gərdişinə baş bulamaqda. Sizə xoş gəldiniz deyirəm, bütün ASTV işçilərini salamlayıram. Sizin gəlişiniz çox gözəl. Allah sizə həmişə bu Gürcüstan mahalına, Qabal elinə belə gözəl fikirlərə gəlmiş olsun. Qaldı Qabalın tarixi haqqında, Qabal çox qədimlərə gedir. Tarixi gedir Dədə Qorquda. Şəxsən bizim özümüz, bizim kökümüz, bizim nəsilimiz Telavinin Qaracalar kəndindən gələndi babalarımız. 3 qardaş olublar orada, ikisi gedibdi Qaraçöpə, birisi Nəbi babamız qalıbdı burada. Biz həmin Nəbi babanın yetişdirmələri, onun törəmələri, onun nəslindənik. Qabal kəndi bir sovetlikdən ibarətdir, lakin 4 kənddən ibarətdir. Qabalda da Qaracalar kəndi var. Həmin kəndin adı Qaraçoban adı ilə bağlıdır. Yəni oradan götürülmüşdür. Qabalın adını bu vaxta kimi araşdırılmıyıbdır. Yəni onu araşdırmaq da biraz desən çətinlik törədir. Çünki Qabal çayı var. Məlum deyil, çayın adına mı Qabal qoyulubdur, yoxsa Qabalın adına mı çay qoyulubdur? Hələlik bu vaxta ki bunu araşdırılmışdır. Bunu araşdırmağa məndə ehtiyac var. Elə bilirəm ki, bizi eşidən tarixçilərimiz, mən xüsusilə Azərbaycan tarixçilərinə üz tuturam ki, maraqlanarlar. Həm Tel Avivdə olan Qaracalar kəndinin tarixi haqqında, həm Laqedek rayonunda olan Qabal kəndinin tarixi haqqında onlar bu araşdırmaları aparıb, bunu yəqin ki, geniş oxucu kütləsinə çatdırarlar. Bunu mən səbirsizliklə gözləyirəm. El dilində bu tərəflər Qabal elatı çağırılır. Uzun taladır, Gəncəlidir, Qaracalardır. Bir də elə Qabal kəndinin özü. Alazan vadisində Qabal və Bəlsubandərə çayları arasında rayon mərkəzi Laqodexidən 15 kilometr günbatarda, dəniz səviyyəsindən 330 metr yüksəklikdə yerləşir.
2006-cı ildə Qabalın əhalisi 600-dən yuxarı ailədə 4000 nəfərdən yuxarı sayılıb. Orta məktəbi, müəyyən xidmət sahələri var. Amma heyflər olsun, son vaxtlar oxuyub təhsilini başa vuranı yoxdur, söylədi kənd əhalisi. Vaxtilə isə Qabalın ali təhsilli mütəxəssisləri adla deyilərdi. Məktəbimizdə təhsil könül açan deyil. Sovetlər dövründə ali təhsillərin sayına görə bizim kənd birinci yerdə idi. İndi ali təhsillərin sayı azalır. Keçid dövrünlə əlaqədar müəyyən boşluqlar yarandı. Valideynlər müəyyən ögey münasibət bəslədi. Demək olar ki, 17-18 ildir, orta məktəbdə attestat götürən uşaqlarımız yoxdur. Gedib ali təhsil alan uşaqlarımız yoxdur. Bunu əlbəttə yuxarı rəhbəri ilə danışıb, təlim-tərbiyə işini yüksəltmək olar. Nə yox, ay nənə, nə tərsiniz? Yaxşı, nə təhər olub. Kişi öldü. Kişi öldü, mən də qaldım. Benim təməllim kişi getdi yerinə, mən də qaldım. Kəskin. Neçə yaşınız var? Mənim 70-dən çoxdur. 70-dən çoxdur mənim yaşım. Allah sizə can sağlığı versin. Nə belə sağlıq istəmirəm. Qabır yaxşı deyirəm, bilmirəm. O da gəlinlərdən xəbər alın, gedim, mən heç şey bilmirəm. Yox, elə bizə siz lazımsınız da. Gəlinlər nə bilir? Gəlinlər bu günü bilir, dünəni bilir. Sizin yaşınız maşallah. Yaxşıyıq, hə da, yaxşıyam, beləyəm da. Baxır da nəvələr, sözünüzə baxır. Razısınız onlardan? Nəvələrimdən? Hə. Nəvələrim, nəvəyə adam istəməz. Və gəlinlər nə tərədir? Yaxşı gəlindim, baxır, başımı gözümü yuyur. Mən onu indi tanıdım, bax. Ağlamaqdan gözlərim koroğa gəldi, tanımadım mən. Elə bunlara paşıyır, bunu hamısını. Bıraxar, amma bunlara qurban olur, mən hamısı. Hamından yaman razıyam. Yaxşıdır. Nəni öyümə aparıram. Bunları yedim, mən də. Hə, ora geysiz, hə. Bilmirəm. Onda qonşudur da oğlanlarınız. Hamısı da qonşu, hamısı qonşudur. Yaxşıdır, elə olanda yaxşıdır, hə? Yaxın olur da. Adı olanda qeyf yeyirəm, nə qayır. Yox deyil, adam deyil. Nə bişirirlər sizə? Hər şey, Allah'a şükür, var hər şey. Şükür Allaha, şükür. Şükür Allah'a. Öz adınızı qoymusunuz nəvələrinizə? Nə? Yox, hələ qoymayın. Qoymadılar. Deyir, söyərlər durun. Nə Zərniyar nənə boynuna aldı yüzü haqladığını, nə gəlini Leyla bacı dedi. Heç gəlininin gəlini də sir vermədi. Nə yaşı var ki, dedilər. Kəsəsinə gəlinlər, qaynanalar göz qaytardılar. Yəqin bu da bizim qəhrəmanımız olan nənənin ipək qarı olmağından irəli gəlir. O biri adları eşitmisiniz də, nə qarı, hansı qarıları deyirik. Yeri deyil deyə biz dilə gətirmirik. Qabalın ən yaşlı nəslinə mənsub bizim ipək qarı qeydinə qalmayıb özü demiş, əzdiyi ayağını çəkə-çəkə nəticəsinin qoluna girib, kötücəsini yoluxmağa gedir. Biz nə deyirik ki, yaman gözlərdən uzaq. Balama kurban buz oylar, balam nə vaxt biz oynar. Balama kurban inəklər, balam havalı məhlər. Balama kurban kalçalar, balam nə vaxt əl çalar.
Balama kurban anası, balam hava neresi? Anam lay 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 lay, balam lay 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 lay. Lay lay yemeğim bala, tuzun çöreğim bala. Sana kurban olsun benim gerüreyim bala. Anam lay 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 lay, balam lay 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 lay. Benim atam Kırım Türklerindendi, Kırım Tatardı. Benim atam müharibə vaxtından gelip burada kalıbdı. Ondan sonra burada evlenibdi anamla. Daha gedər bilmədik, qaldıq burada. Seramla mən gene orayı çok sevirəm, çok istəyirəm. Qanım ora qanıdır, istərsəməz istəyirəm. Hoş gəlibsiniz. Həmişə siz gələsiniz. Burada həyətlərdə hamıda belə quyu var. Hamıda var. Hamıda sərin su var. Neçə ilin quyusudur bu? Bir 20 ilin quyusu olar. Hə, kim vurub bu quyunu siz üçün? Biz üçün pul verib qazdırmışıq, qaytırmışıq. Yəni var da kəndin çənkanı var, hə? Var. Kimdir? Belə kimin? Belə şu öz uşaqlarımız. Nə qədərdir dərinliyi bunun? 20 metr. 20 metr. Yaxşı sərin suyu var. Yayda lap gözəl olar. Lap gözəldir yayda. İndi belə qış vaxtı da elə çəkirsiniz bu quyudan Belə çıxır. çəkir, içirik. Biz qırağa getmirik. Bütün vaxt belə get, Səmətin kökünün hamısının qapısında var. Hə. İndi qulaq asın. Bu bağ, bostanı da quyu suyu ilə suluyursunuz? Yoxsa Gəlir özümüzün suyumuz. hə, həyətə ayrı su gəlir. 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 Zəhmətsevən insanlardır Qabalın əhalisi. Azını çox hesab eləyənlər, qonaqsevər, yaradana şükürlü, böyük kiçik yeri bilən. Güzəranını özü qurur bu insanlar. Malı qarası, xeyri bərəkəti öz əlindən. İstilikləri də ki, nə qaz, nə filan, elə olur işıqları da, elektrik də tez-tez keçir. Gərək il boyu odun, istilik tədarükündə olasan. Yoxsa bir də görürsən, qar, boran həftələrlə yolları kəsdi. Gəlindi görüm, neynirsən? Biz de kış aylarında burada gaz olmadığına göre odun yandırırıq. Odun da o gördüğünüz dağlardan getiririk. Ondan sonra kış tədarükümüz o cür görürük. Bu gördüğünüz de ki bunlar sizin birlikte bandır qarırıq əksər vaxtlar. Bunları qurmaq için arancıqlar üçün lazım olan şeylərdir. Samovar üçün də yenə bu xırda odunlarda daha balaca xırda alırıq. Ondan sonra samovar üçün gözəl çay alırıq, gözəl çay. Bu ağaç dağdığın ağacıdır. Bunun harcıda bizdə tarixi bir günlərdə deyirlər ki, göbüz yerat ağacıdır, buna balta vurmaq olmaz. Bunun meyvəsi də olur xırda-xırda uşaqlar üçün gözəl yemək. Amma bu 70 il hardasa bir dağdan ağacının yaşı var. Buna bizdə balta vurmaq heç vaxt olmaz. Hoş geldin. Sen siz gelin. Ay bala. Kökümüz, cınısımız. Getmişik, gelmişik hamsına. Ergidi hamsını tanıyırıq. O imdat var idi, hamsını tanıyırıq. Getmişik, avtobusuna gelmişik. Nəvələrimiz, uşaqlar, qulluğu Nəvələrimiz də böyüklər gedib, kiçiklər qalxıb. Yaxşı dolanırıq. Torpaqsan da ömür versin Allah sizə. Bizimkilərin torpaqsan da ömür versin. 4 oğul anasıyam, oğul indi. Bu Almatadadır, məndən olan oğlum Almatadadır. Öylərim var, böyüyün içində 15 adam yaşamışam, 15. İndi təpə-təkli qalmışam, atamanam. Ömrünüz uzun olsun sizlə beraber biz gedərdik. Amma kökümüz, cinsimizi, bitirmə.
Həndə bir qaballı kimi, elin bir sənətkarı kimi, bütün sənətkarlar adından hər birinizə xoş gəldiniz deyirəm. Bütün Azərbaycan çəkiliş qrupunun əməkdaşlarına öz minnətdarlığımızı bildiririk ki, bizi yad eləmişsiniz. Bu son zamanlarda bizə lazımdır bu. Biz kənarlarda qalmamaq üçün sizin gəlişinizə, sizin çəkilişinizə bizim çox ehtiyacımız var. Ay qürbətlərdən baxan gözlər, ağlayırsan qabal deyə, uzanıqlı qalan əllər hey axtarır qabal deyə. Bölük-bölük dağılmışıq, yad ellər oğlu olmuşuq, yana-yana köz olmuşuq, kül oluruq qabal deyə. Uzaqlardan gəlir haray, bacıların kövrək səsi, bir babanın 5 nəvəsi ağlar qalıb qabal deyə. Fərmanı ağladır kədər, el dərdini çəkən bilər. Bir gün olar geri dönər, axtararlar qabal deyə. Xoş gəlibsiniz, gözümüzdə yeriniz var. Həmişəki kimi qonaqları qarşılamağa hazırıq. Qaval kəndi böyük kənddir, qədim kənddir. Biz də burada böyük nəsilik. Bir tərəfimiz də darvazla bağlıdır bizim. Bizim nəslin bir hissəsi də darvazdadır. Biz burada da olmuşuq, burada da yaşayacağıq. Biz torpağımızda möhkəm əkirik, hər şey bizdə təsərrüfatçılıqdır. Təsərrüfat işindən məşğuluq. Yaşayışımız da Allaha şükür narazı deyirik. Azərbaycanımız həmişə var olsun. Azərbaycanımız qüvvəli olanda, yaxşı olanda biz də onlar bizim fəxrimizdir. Bərəkətli olsun xala. Sağ ol qadın. Xoş gəlibsin, sağ ol. Kətə də eləyirik, maxara da eləyirik. Nə bilim, mən dağlarda, binələrdə nə pişirib yemişik, onu eləyirik. Göyərtini də həyətinizdən eləmi yığmısınız? Hə, həyətdən yığdıq. Dağlarda, binələrdə bunu yeyib böyümüşük ya bala. O dağların bir adını deyərsinizmi? Bax, o göyərti, o binələrdə çadır qurduğunuz dağların adlarından deyə bilərsinizmi? Deyərik. Hansı dağlardır? Saçqa dağları da qızım, Saçqa dağlarıdır. Uca dağlardır. Soğuk bulaqlardır, göy yaylaqlardır. Orada günümüzü, güzaranımızı orada keçirmişik ay bala. Balalarımı orada böyütmüşəm. 7 bala böyütmüşəm, nəvə nəticə böyütmüşəm ay qızım. Həyətdə də əkib biçirsinizmi bu göyərtidən? Əkirik, ay qızım, əkirik, biçirik. Hamısından əkib, biçib, pişirib yeyirik. Bir o dağların, nə bilim, nəyin bir bayatısından sözündən qalmayıb yad olsa. Dağlar deyir, mən ki, nə oldu vətənimdən dərgin, itirdim dağları. Hancaq deyir. Ay Fərman. Ay Fərman, bir yadına sal da nənənin. Bax, indi hamısı utandığımdan getdi. Elə oturanda elə deyirəm, bu ana kilə. Hər söz danışıram, oturanda belə olanda hamısı yadımdan çıxır, gedir. İndi bacım yadına salacaq. Bir siz deyin. Siz deyin, bir əyləşin o sacın böyründəcə deyin görüm, nə yadınıza düşəcək? Anama narış qoyun, günü bir qarış qoyun.
Çoban səndən küsübdür, südü ver barış qoyun. Qoyunun özü gəldi, dolandı düzü gəldi. Çobanın qucağında bir cüt quzu gəldi. Təkəm ay qızım öydə. Hamısı nəvəm, nəccəm dağılıb, tək qalmışam. Kimisi bələkənə, kimisi Almatıya dağılıb. Mən də təkcə qalmışam öydə, təkəm ay qızım. Nə əcəb özünüz getməmisiniz? Nə bilim, yavaş-yavaş dolanırıq dana. Torpaq qoymur getməyə ay qızım məni. Torpaq çəkir. Maxaranı sən salsana, sal. Üzməyik, sal çələ. Sal ay qızım, sal. Kimisi Türkiyədə oxuyur, kimisi nə Bakıda oxuyur, kimisi burada orada nəvə nəticələrim ay qızım, hamısına qayrim. İndi mən də onları fikri çəkməkdən hər şeydə yanılmışam. Belədir şim. Hamısı nəvəm, nəticəm, kimisi Almatada, kimisi Bakıda, kimisi burada oradadır. Nə bilim ay qızım. 19 nəvəm var. Ondan sonra nəticəm var 15 dənə. Bax belə dolanıb bu zamana gəlib belə çatmışam. 72 yaşım var özümün də ay qızım. Şəki pedaqoji məktəbini qutarmışam. Hal-hazırda Qaracalar 8 illik məktəbində işləyirəm, ibtidai sinif müəlliməsiyəm. Yetirdiyim uşaqlar yaxşıdır, pis deyil. Oxuyan da var, oxumayan da var. Özüm hər şeyi bacarıram. Təsərrüfatda da işləyirəm. 10 dənə əlaçım var, 8 dənə zərbəçim var, 3 dənə miyanəçim var. Çox fəxr eləyirəm mən öz şagirdlərimlə. Onlar da mənimlə fəxr edir. Bir gün dərsə xəstələnib getməsəm, o saat dalımca evə gəlirlər. Bunu biraz höşür çalırıq içinə, unun, südün içinə. Sonra bunu qarışdırırıq həll oluna kimi. Sonra saç qızanda onu yağlayırıq. Yağlayandan sonra da bunu hissə-hissə tökürük. İndi tələsik olduq. Bunun arasına şor qoyuruq. Qatıqdan düzələn şoru. Onu bükürük, sonra yağlayırıq. Bu yeməyə ləzzətli olur ondan sonra. Onu qonşuya da veririk. Hələ iyi hər yerə dağılır, vurur. Kənddə bir ocaq çatılıbsa, təndir közəlibsə, böyükdən kiçiyə, orada hamının payı var. Qarın doyuran olmasa da, gözünün ki qurdunu öldürür, colma-cocuq bu qış günündə. Hərə gəlib payını aparır. Əsas odur ki, qismətinə şükür eləyib yola gedəsən. Onda bax belə, heyətin biri-birini bəyənməyənləri də yar yoldaş ola bilər. Yoxsa özünü ağalığa kökləyən bu həmcinslər kimi əli aşından da oldular, vəli aşından da. Kimə dost demişəm, dostun yerində əlini saxlasın kim düşmənim. Çox şey dəyişik salıb, bu sakit, bu kövrək ürəyim mənim. Gəlsinlər təzədən yığışaq hamı, təzədən tanıyaq dostu düşməni. Düşmənlər təzədən öldürsün məni, dostlar da təzədən dirilsin məni. İlk baxışdan yəqin ki, Qabalın toy mərasimindəndir bu görüntülər deyə düşündünüz. Doğrucu toy olmasa da Allah şərdən uzaq eyləsin.
Qabalın xeyir işlərini yola verəndi bu çalançılar. Süleymandı, Vidadidir, bir də Dəfçi Abdulladır. Pir olmuşlar, Süleyman kişi ilə Şəfiqə ananın Gembol həyətində bir məclis qurdular ki, gəl görəsən, doğrucu toy bunun yanında yalan oldu. Hamısı ədəblər kəndin uşaqlar böyüdürük. Kəndin cəmaat hamısı bir-birinə mehribandır. Yaxşı dolanışımız var. Qoysaq olsunlar bizim Azərbaycanda yaşayan bacı qardaşlarımız, ata-analarımız. Bizim yarımız burada yoxsa yarımız Azərbaycanda yaşayırıq. Orada olan bütün qohumlarının can sağlığı, uzun ömür, hamısına xoşbəxtlik, uzun ömür arzulayıram. Musiqi səsi bütün ətrafı yığdı başına. Yaşlıları da, cavanları da. Amma ən ürəkdən sevinənlər, toy bayram quranlar, bax bu balaca pəhlivanlar oldu. Hərə öz bacarığını nümayiş etdirməklə əsl meydan tamaşası, pəhlivan oyunu göstərdilər. 10-15 ilə hər biri elinə, ulusuna arxa dayaq olası igid olacaqlar. Əsas odur ki, yurd yerlərinə yəli yetsinlər. Bu tarixi torpaqların toyu, bayramı əskilməsin, bərəkəti azalmasın təkinələrin. Ən çətin gününüzü belə görək əzizlərimiz. Həmişə xeyir işlərdə. Hoş gəlibsiniz bizim kəndə. Sıx-sıx gəlməyinizin arzusundadır bizim xalq. Bizim xalq Bakıdan gələnləri öz ana dilimizdə cəmaatını, Azərbaycan xalqını həddindən artıq sevirlər. Onlar buraya gələndə elə bir qol-qanat sahibi oluruq. Bizim kənd də unudulmamalıdır. Əlbəttə bizim oxuyanlarımızın hamısı Azərbaycanda oxuyub, Bakıda oxuyub. Bizim məsələ Qabal kəndindən Gürcüstanda oxuyan çox olar, 1-2 nəfər. Mən minnətdarlığımı bildirirəm bütün radio televiziya şirkətinin işçilərinin hamısına. Onlar dəfələrlə müsahibə alıblar, demişəm. Bizim kənd unudulmamalıdır. Bizim xalq, dünən Sırahayının xalqıdır. Bizim burada yerimiz, yurdumuz, torpağımız olub. Vaxt olub bizim burada geçmiş babalarımız olub, burada böyük milyarder kimi dolanıblar. Lakin Sovetlər gələndən sonra bunlar aradan çıxdı. Amma qaldı ki millətimiz də çox da aşağı səviyyədə dolanmır. Torpaqları var, özləri becərirlər. Yaxşıdır, yaxşıdır. Gürcü xalqı bizim xeyir işə də gəlirlər, toyumuza da. Onların adamlar öldü, toy oldu, bizi çağırırlar, gedirik. Onlarda adətdir, gərək çağırasan. Çağırılanda gedirik. Əlaqələrimiz var, ümumiyyətlə. Bu xalqla əlaqələrimiz də pis deyil. Bizim cəmaatımız çox mədənidirlər. Elə ailə olmaz ki, orada bir ali təhsillisi olmasın. Bu da əlbəttə ki, kəndimizin gözü açıqlığıdır. Həyatı görməsidir. Bu lazımlıdır. Qabala səfərimizi özümüz qışın boğulan çağında istədik. Evlərini tənhalaşmağa qoymayan, həmsoylarımızla görüşməyə, Azərbaycanımızın onların arxasında bir dağ kimi durduğunu, Azərbaycan televiziyasının da daim onlarla birgə olduğunu bir daha sübut eləməyə. Qarşılığı da bax budur. Gördüyünüz kimi toy bayram, ürəkdən gələn çal çağır.